Mayın 8-də Ağcabədi rayon prokurorluğu və Ağcabədi rayon polis şöbəsinin birgə təşkilatçılığı ilə 1-ci Qarabağ müharibəsi şəhidi Camal İbrahimovun adını daşıyan şəhər 8 nömrəli tam orta ümumi təhsil məktəbində tədbir keçirilib. Narkotik istifadəsinin sosial və hüquqi təsirlərinin real faktlarla izahı, narkotik asılılığı ilə bağlı pulsuz məsləhət, reabilitasiya xidmətləri ilə bağlı qanunvericiliyin izahı mövzusunda keçirilən tədbirdə Ağcabədi rayon prokurorunun böyük köməkçisi, 2-ci dərəcəli hüquqşünas Rəşid Mansurov, prokurorun köməkçisi, 2-ci dərəcəli hüquqşünas Namiq Süleymanov, Ağcabədi rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Azər Dostluyev, məktəbin direktoru Anar Qasımov, məktəbin yuxarı sinif şagirdləri, həmçinin müəllimlər və valideynlər iştirak ediblər. Anar Qasımov tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədris müəssisəsinin direktoru mövzu ilə bağlı məktəbin həyata keçirdiyi tədbirlər, müxtəlif görüşlər haqqında ətraflı məlumat verib. Çıxış edən Ağcabədi rayon prokurorunun böyük köməkçisi Rəşid Mansurov, eləcə də prokurorun köməkçisi Namiq Süleymanov qeyd ediblər ki, narkomaniya insanların düçar olduğu çıxılmaz bataqlıqdır. Narkomaniyanı haqlı olaraq ağ ölüm də adlandırırlar. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bugün dünya əhalisinin 270 milyonu planetimizin ən qlobal problemlərindən birinə çevrilən, insanları ölümün ağuşuna atan, genofonda isə amansız zərbələr vuran bu ağır bəlanın əzabını yaşamaqdadır. O da vurğulanıb ki, dövrümüzdə aludəçilərin əksəriyyətinin gənclər olması böyük məyusluq yaradır. Bunun sonunda dayanan faciəni isə təsəvvür etmək həqiqətən də çox qorxuncdur. Çünki gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Gəncliyin məhvi elə gələcəyin məhvi deməkdir. Narkotik istifadə edən insanlardan doğulan körpələrin fiziki qüsurlu olması isə qaçılmazdır. Bundan başqa, bu mühitdə böyüyüb tərbiyə alan uşaqlarda hansı psixoloji problemlərin olmasını təsəvvür etmək də çətin deyil. Maarifləndirici xarakter daşıyan tədbirdə şagirdlərə sağlam seçim et, uğurlu gələcəyə davam et başlıqlı bukletlər paylanılıb. Tədbirin gedişatında narkomaniyanın vurduğu zərərlər, onlardan xilas yollarını əks etdirən film slayd nümayiş olunub. Sonda çıxış edən məktəbin direktoru Anar Qasımov bildirib ki, narkomaniyanın yayılması millətin sağlam həyat tərzinə ciddi təhlükə törədir. Narkotik maddə ilk növbədə narkomanın öz sağlamlığına zərər vurur. Sağlam həyat tərzi, yüksək təhsil müasir Azərbaycan gəncinin mütləq həyat amalı olmalıdır. Tədbir diskussiya şəklində davam edib. Şagirdləri mövzu ətrafında düşündürən, onları maraqlandıran suallar prokurorluğun əməkdaşları tərəfindən ətraflı şəkildə cavablandırılıb. Gündüz Sevindik, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.